Esselamu Aleyküm ve Rahmetullah. İster kız uşağı olsun, ister oğlan uşağı olsun, terbiye ilk növbədə aileden başlayır. Aileden başlayan terbiye ise valideynlerin övladına olan xeyir duasıyla başlayır. Sonra valideynlerin övladlarına güzel örnek olmalarıyla başlayır. Daha sonra üçüncü mərhələ ise övladların tərbiyəsində valideynlərin səbri ilə başlayır. Xüsusən də bizim yaşadığımız bu dönemdə bu üç mərhələ çox önəmlidir. Övlad tərbiyəsində həm uşaq yaşdan onların tərbiyəsi ilə məşğul olmaq və onlar üçün uşaq vaxtından valideynlər tərəfindən islahları üçün duanın gerçəkləşməsi, valideynlərin özləri pratik olaraq övladlarına gözəl şeylərdə örnek olabilmələri və onların yetişmələri üçün, gözəl tərbiyə almaları üçün səbirli olmaları. Bugün yaşadığımız bu dövrdə gənc nəslin, qız uşaqları olsun, oğlan uşaqları olsun, bir çoxlarının əxlaqsızlıqda, tərbiyəsizlikdə, böyüklərinə qarşı həyasızlıqda, hörmətsizlikdə zirvəyə çatmaların əsas səbəbi bu üç təməl unsurun ortadan qalxmasıdır. Ona görə bu qədər fikir versəniz, gənc nəsildə xüsusilə soyunmalar, çılbaqlıq, əxlaqsızlıq və ətraflarından bunu eləyərkən utanmamaq, çəkinməmək, hətta insanları buna dəvət etmək və ən xırda olsun belə insanın həya etdiyi şeylərində hudud olmaması, baxın, kiçik yaşda o uşaqların bu mərhələlərlə tərbiyə olmamasından iləri gəlir. Əxlaqı, tərbiyəni, ədəbi unutmamaq lazımdır. Xüsusən də bu İslam aləmi üçün, müsəlmanlar üçün çox önəmlidir. Abdullah ibn Mübarək rahimehullah buyurur ki, bizim bugün ədəbə, elmdən daha çox ehtiyacımız var. İmam Malik rahimehullah buyurur ki, bir şey öyrənməzdən öncə və yaxud da ilk öyrənəcəyiniz şey həyatda ədəb, tərbiyə olsun. İnsan ədəbiyle, tərbiyəsiyle, həyasıyla, əxlaqıyla qiymətlidir, dəyərlidir. Bunu itirdikcə insanın dəyəri də, qiyməti də, hörməti də, heybəti də itir. Allah gənclərimizi islah eləsin. Esselamu Aleyküm və Rahmetullah.